Ac canavarın nağılı. Biri var idi, biri yox idi. Axmaq və tənbəl bir canavar var idi. O heç bir iş görmək istəmir, hazır yem axtarırdı. Günlərin bir günündə yenə də ac canavar özünə yem axtarırdı. Çox axtarandan sonra gördü arıq bir uzunqulaq gəlir. Sevincə qalxıb onun qarşısını kəsdi. Nə yaxşı sənə rast gəldim. Yoxsa acından öləcəkdim. Uzunqulaq qorxsa da özünü itirmədi. Canını canavardan qurtarmaq üçün ona kələk gəldi. Eşitmişəm, canavarlar çox müdrik olurlar. Ancaq deyəsən sən canavarların ən axmağısan. Canavar qəzəbləndi. Sən nə cürətlə mənimlə belə danışırsan? Əlbəttə bu belədir. Ağıllı olsaydın, sən də bilərdin ki, uzunqulaq ətini yalnız səhərlər ac qarnına yerlər. Axşamlar yeyəndə o zəhərlənmə verir. Bunu uzunqulaq özündən uydururdu. Canavar onun sözünə inandı. Onda bəs mən nə edim? Acından ölürəm. Uzunqulaq canavarı inandırdığına sevindi. Bundan asan nə var ki? Mən gedeyim, sənə yorğan döşək gətirim. Uzaq yat. Səhər açılsın, sonra məni ac qarnına yeyərsən. Bu laf əla olar. Deyə canavar sevindi. Uzunqulaq isə daha durmayıb yerindən götürüldü. Canavar gözləməyə başladı. Gözlədi, o vaxta qədər gözlədi ki, nəhayət uzunqulağın onu aldatdığını başa düşdü. Meşədə qəzəblə gəzib təzədən özünə yem axtarmağa başladı. Bu dəfə onun bəxti lap gətirdi. Meşədə azmış balaca bir keçi balasına rast gəldi. Sən mənim şikarımsan. Heç yerə qaça bilməzsən. Keçi qorxudan əsim əssə də canavarı aldatmaq qərarına gəldi. Nuş olsun, ye. Amma yaddan çıxartma ki, sarımsaq qatıqsız mənim yağlı ətimi yeməzlər. Canavar təəccüblə soruşdu. Doğrudan bu belədir. Əlbəttə. İstəyirsən, yuvamız yaxındadır. Qaçım sarımsaq qatıq gətirəm. Canavar sevindi. Əlbəttə, tez ol qaç, tez qayıt, yoxsa lap acından ölürəm. Keçi balası elə o qaçdı. Bir xeyli gözləyən canavar aldadıldığını başa düşüb hisslə özünə təzə şikar axtarmağa başladı. Bu dəfə o böyük bir öküzə rast gəldi. Mənim şikarımsan, səni əlindən buraxan deyiləm. Deyib öküzün üstünə cumdu. Öküz məhdəl geri çəkildi. Dayan, görmürsən? Üst başım palçıq içindədir. Uzaq dur. İndi sənin də üstünü batıraram. Canavar duruxdu. Heç nə bilmirəm, acam, səni yeməliyəm. Ye, nə deyirəm ki? Amma qoy, çayda çimim. Təmiz olub, sonra nə qədər ürəyin istəyir, ye. Nə deyirəm ki? Öküz çaya girən kimi çay aşağı üzüb gözdən itdi. Canavar uzaqlaşan öküzə baxa-baxa qaldı. Bu vaxt bir at çaparaq yoldan keçirdi. Canavar onun qarşısını kəsdi. Fikrini ata bildirəndə at heç qorxmadı da. Əgər çox açsansa, məni yeyə bilərsən.
Amma səndən bir xahişim var. Mən anadan olanda atam mənim anadan olma günümü və ilin alma yazdırıb. Ayağımı qaldırım, bax gör, orada neçə yazılıb. Mən də bilim ki, nə qədər yaşamışam. Canavar onunla razılaşdı. Yaxşı, razıyam. Qaldır ayağını baxım. At ayağını qaldıranda canavar onun nalına baxmaq üçün aşağı əyildi. Bu vaxt at elə şıllaq atdı. Canavara elə təpik vurdu ki, canavar mayallaq açdı. Yumrulanıb düz çaya düşdü. At isə yavaş-yavaş mahnı oxuya-oxuya yoluna davam edirdi. Burada nağılımız da qurtardı. Axmaqlar atdan düşdü, ağıllı başlarına gəldi.